natrium kloriddən ibarət qarışıqda karbonun kütlə payı 10%-dirsə, natrium kloridin bu qarışıqda kütlə payı neçə faizdir? Aha. Deməli, bizə ixtiyari olaraq kalsium karbonat verilir. Nə qədər mol götürüldüyü verilir. Bir də natrium klor verilir. Düzdürmü? Yəni biz bilmirik ki, nə qədər kalsium karbonat götürülübdür, nə qədər natrium klor götürülüb. Bir ixtiyari olaraq kalsium karbonata X verə bilərik, natrium klora da Y verə bilərik. Elə bilərik də, düzdürmü? Bəli. Kalsium karbonatın emeri 100 qramdır. Bunu mencəyədə hesab verir. Natrium klorun da 58 qramdır. 1 molu yəni. 1 molu 100 qramdırsa əgər, X molu nə qədər olacaq? 100 X, düzdürmü? Sonra 1 molu 58 qramdırsa, Y molu nə qədər olacaq? 58 Y. Düzdür? Bəli. Bu ümumi qarşılığı, yəni 100 X-i üzərinə gələ bilərik 58 Y-ə. Bu bizim ümumi qarşılığımız 100%-dir. Orada məsələ şərtində deyir ki, karbon 10%-dir. Karbon 10%-sə 12 X-i eləyə bilərik 10%-ə bərabər. Düzdürmü? Buradan bunları hesab yazırıq. 120 X bərabərdir 100 X plus 58 Y-ə. Buradan isə 20 X bərabərdir 58 Y-ə. X də bərabərdir 2,9 Y-ə. Düzdürmü? X-in yerinə biz 2,9 Y yaza bilərikmi? 2,9 Y. Və sonra bizdən istəyir ki, natrium kloridin kütlə payını, faizi. Omega düsturuna əsasən, yəni M maddə bölünsün M qarışıq vurulsun 100. Həmən bu düstura əsasən maddəmiz, yəni tapmaq istədiyimiz maddəmiz natrium klorid nə qədərdir? Y 58 Y. Düzdürmü? 58 Y ümumi qarşılığımızı hesablamaq istəyəndə isə 58 Y plus ümumi qarşılığımız burada 100 vurulsun 2,9 Y tapdıqda X-in yerinə 290 Y vurulsun 100. Güzel.